Salam əziz abituriyentlər. Bugün biz Bəxtiyar Vahabzadənin Şəhidlər poemasını birlikdə oxuyacağıq. Daha sonra isə poemanın ümumi məzmunu ilə tanış olacaq. Ən sonunda isə poemanın təhlilinə fikir verəcəyik. Zəhmət olmasa kanala abunə olun ki, yeni dərslərdən xəbərdar ola biləsiniz. Biz öncə başlayırıq nə istəyir bu millət hissəsindən. İstəkləri gözündə, tələbləri dilində, millət dənizə döndü, dənizin sahilində. Dalğalandı bu millət. Alışıb öz oduna yandı bu millət. Dilsiz sağır göylərə dirək oldu haqq səsi, başlandı bu ölkənin meydan mübarizəsi. Deməli bu hissədə müəllif nə demək istəyir? Artıq xalqın istəyi gözündə idi, tələbi dilində idi. Artıq dənizin sahilində millətin özü dənizə dönmüşdü. Yəni hər kəs azadlıq istəyirdi, hər kəs istiqlal istəyirdi. Yəni millət Azərbaycan bayrağı kimi dalğalandı. Öz oduna alışıb yanırdı. Hətta haqqın səsi dilsiz, kar olan göylərə belə dirək oldu və bundan sonra ölkənin meydan mübarizəsi başladı. O zaman ki özümüz olduq öz dustağımız, qəlbimizi sığındı üç rəngli bayrağımız. O vaxt ki azadlığın işarəçisi göründü, qəlbimizi bir anda dəlib keçdi o bayraq. Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. Bir məqsədə calandı, əllərdə dalğalandı. Qatil bunu görüncə pozdu cəlalımızı, qanımıza boyadı bizim hilalımızı. Deməli, bu hissədə bildirir ki, artıq qatil, yəni ruslar bizim bu haqq nidamızı eşidəndən sonra bütün rahatçılığımızı, bütün cəlalımızı pozdular və Azərbaycan xalqının qanını bayraqdakı aya boyadılar. Yəni bizim hilalımızı, bizim ayımızı qanımıza boyadılar. Nəzərdə tutur ki, yəni bayraqdakı ay belə xalqın qanına boyandı. Keçir indi təzadlar içində hissəsinə. Ən maraqlı hissələrdən biri məhz bu hissədir. Yalana, riyaya nə qədər uyduq, biz qızıl orduya abidə qoyduq. Yəni bu vaxta qədər deyilən, bizə vəd edilən bütün yalanlara tabe olmuşuq, bütün yalanlara inanmışıq. Hətta o məqama çatıb ki, biz qızıl orduya belə abidə qoymuşuq. Həmin qızıl ordu günün birində bizim qanımızı tökdü. Yəni biz qızıl orduya nə qədər inansaq da, nə qədər abidə qoysaq da, ən sonunda o Azərbaycanlıların qanını tökür. Qatil bizimlə bir o gecə həm də haqqı həqiqəti tutdu qurşuna. Hansı göstərişlə gəlmiş görən silahsız kütləni bu qıran ordu. Burada bildirir ki, həmin qatillər, yəni ruslar, o gecə artıq həqiqəti, haqqı, ədaləti gülləyə tutdular. Görəsən həmin ordu hansı göstərişlə gəlmişdi? Niyə görə silahsız kütləni qırırdılar? Bu hansı göstərişlə irəli gəlir? Vallah bu vəhşəti törədə bilməz. Ən qəddar, qudurğan, çıldıran ordu. Yəni burada dəhşətin böyüklüyünü göstərir ki, hətta ən qəddar, qudurğan, dəli olan ordu belə bu vəhşiliyi törədə bilməz. Şər üçün nə qayda, nə şərt, nə qanun. Bu imiş haqq işi qızıl ordunun. Deməli bildirir ki, burada şər üçün bir qayda qanun yoxdur. Çünki qızıl ordunun haqq işi məhz budur. Burada haqq işinin dırnaq içərisində yazılmağı məhz onun dırnaqarası mənada, yəni mətnaltı mənada işlənməsinə işarə edir. Kimdir bəs ölənlər? İnanmaq çətin. Dünən Rusiya üçün can verənlərin, şəhid düşənlərin şəhid övladı. Bildirir ki, burada müəllif soruşur ki, bəs hal-hazırda ölənlər kimdir? Buna inanmaq çətindir. Çünki 2-ci Dünya müharibəsində məhz Rusiya üçün can verən Azərbaycanlıların hal-hazırda 20 yanvar faciəsində öz övladları şəhid olur. Əfsus, eyni olur şəhidin adı.
O şəhid, bu şəhid. Sən bir işə bax. O nəyin uğrunda, bu nəyin ancaq. Burada bildirilir ki, hər ikisinin adı şəhiddir. Amma bilinmir ki, o nəyin uğrunda, bu nəyin uğrunda vəfat edib. O şənbə gecəsi, o məlum gecə birdən üzə çıxdı. Bu fərq gör necə. Ədalət də, gerçək də, vallah yoxdur o gecə. Zülm zalım əli ilə haqqı boğdu o gecə. Burada bildirir ki, həmin şənbə gecəsi 20 yanvar faciəsi nəzərdə tutulur. O, heç kəsə məlum olmayan naməlum gecədə bu fərq gör necə ortaya çıxıb. Ədalət də, gerçək də, haqq da o gecə yox idi. Zülm zalım əli ilə haqqı o gecə boğdu. Tunc zirehli ilanlar haqqımızı nə anlar? Burada Tunc zirehli ilanlar deyəndə Çar Rusiyasını nəzərdə tutur. Həqiqəti yalanlar küncə sıxdı o gecə. Kimə deyim dərdimi? Qəsbikar namərdəmi? 70 ilin dərd qəmi gözdən axdı o gecə. Burada bildirir ki, həmin gecə, yəni 20 yanvar gecəsi nəzərdə tutulur, şənbə günü nəzərdə tutulur ki, yalanlar həqiqəti küncə sıxdı. Dərdimi deməyə bir insan belə yoxdur. Mən dərdimi qəsbikar namərdəmi deyib? 70 ilin dərd qəmi dedikdə, bu bilirik ki, 1920-dən 1990-a qədərki dövrü nəzərdə tutur ki, bu dövrdə Azərbaycan SSR-nin tərkib hissəsində idi. Çünki analar amanından sinələr oldu şanşa. Şəhidlərin qanından şimşək çaxdı o gecə. Qara geydi bu vətən, yox ayına bir yetən. Burada bilir ki, anaların amanından, fəryadından həmin gün sinələr şanşaq olub. Şəhidlərin qanı o qədər çox olub, o qədər şəhid olub ki, həmin gecə sanki şimşək çaxıb və bu vətən, yəni xalqı nəzərdə tutur, qara geyinib. Yox hayına bir yetən, həyata hamiləykən ölüm doğdu gecə. Yəni burada nəzərdə tutur ki, hər bir gənc sabahki günə ümid edir. Hər bir insan sabahki günə ümid edir. Yəni sabahki həyatı arzulayır. Amma həmin gecə ölüm doğdu o gecə. Yəni həmin gün artıq arzuların, istəklərin ölümü ilə yekunlaşdı. Nə deyək bu vəhşətə, bu zülmə, bu dəhşətə? Allah bu müsibətə necə baxdı o gecə? Yəni bildirir ki, Allah həmin gecə bu müsibəti necə götürdü, necə baxdı? Ertəsi. Bakının küçələrindən yudular millətin qızıl qanını. Bu hissəni siz Səsli Qız poemasında bənzədə bilərsiniz. Yuya biləcəkmi o cəllad? Görən qanla ləkələnmiş öz vicdanını. Siz əsərdə bir çox bədii suallar da izləyirsiniz ki, müəllif bunu sanki oxucunun öhdəsinə buraxır. Sabahı gün deyir Bakının küçələrindən millətin qızıl qanını təmizlədilər, yudular. Görəsən düşmənin, cəlladın qanla ləkələnmiş vicdanını yuya biləcəkmi? Qırmızı güllələr uçur havada. Özünü itirmir adamlar yenə. Yetirir özünü haya-haraya, maşınlar bir yana, çiyinlərdə də yaralı daşınır xəstəxanaya. Güllə vıyıltısı, bu acı səsdən titrəyir lərzəyə gəlir binada. Burada isə bildirir ki, yəni nə qədər güllələr atılsa da, xalq özünü yenə itirmir. Yenə onlar bir-birinin köməyinə çatır. Onlar bir-birinin harayına çatırlar. Maşınlar şəhidləri daşısa belə, yenə çiyinlərdə də, yəni maşınlar yaralıları daşısa belə, şəhidləri daşısa belə, çiyinlərdə də yaralı daşınır xəstəxanaya. Hətta bu güllə vıyıltısının acı səsindən hər yer lərzəyə gəlir, bina belə lərzəyə gəlir. Amansız saldatlar keçirir qəsdən bütün çıraqları xəstəxanada. Bu artıq onların necə bir vəhşi olduğunu, necə vicdansız olduğunu bir daha sübut edir ki, hətta xəstəxanada çıraqları belə söndürürlər. Gör necə böyükmüş bizə qəzəb kin.
Burada da göründü qalmadığında. Çarəsiz həkimlər indi neyləsin? Əməliyyat gedir şam işığında. Səhər açılınca adamlar bir-bir yığılıb gəlir. Qan vermək istəyir yaralılara. Amma insaf hara, qan tökən hara. Saldatlar töküldü hey axın-axın. Döyükə-döyükə baxdı dörd yana. Tutuldu bir anda xəstəxananın həyəti, bağçası gülləbarana. Bu hissədə müəllif artıq öz fikirlərini, düşüncələrini daha dolğun, daha təsirli şəkildə ifadə eləmişdir. Belə ki, deyir ki, burada işıqlar söndürülsə də artıq həkimlər şam işığında belə əməliyyat edirlər. Şam işığında belə yaralıların köməyinə çatmaq istəyirlər. Səhər açılanda adamlar bir-bir qan vermək üçün gəlsələr də, amma həmin zülmkarlarda, canilərdə insaf yoxdur. Bütün əskərlər bir-bir tökülür ki, xəstəxanaya qan verməyə gələn insanlara mane olsunlar. Bu səbəbdən də həyəti, bağçanı gülləbarana tuturlar. Yəni hətta qan verənlərə belə mane olurlar ki, yaralılara kömək olmasınlar. Heç kəs bu sifətdə görməyib şəri. Hələ bəs deyilmiş tökülən qanlar, xəstəyə qan vermək istəyənləri bir anın içində dağıtdı onlar. Ertəsi Bakının küçələrindən yudular millətin o qızıl qanını, yuya biləcək mücəllat görən qanla ləkələnmiş öz vicdanını. Deməli, burada yenə də cəlladların, yəni rusların kömək etmək istəyən insanlara aman vermədiyini göstərir. Bildirir ki, ya güllə yolu ilə, ya başqa zorbalıqla insanları xəstəxananın qarşısından dağıdırlar və bu hissə yenidən təkrar olunur. İndi baxırıq Eşq olsun sizə hissəsinə. Bəzən öz-özümə düşünürəm mən. Nahaq şəhid oldu bizim cavanlar. Ömrü ucuz verdi. Bir iş görmədən boş yerə ölməyin nə mənası var? Sonra düşünürəm, onlar qorxmadan cumdular ölümün üstünə belə. Bir iş görmədilər yaşayan zaman, qəhrəman oldular ölümləri ilə. Bu hissədə biz müşahidə edirik ki, lirik qəhrəman fikirləşir ki, görəsən bu cavanlar niyə şəhid oldu? Onların ömrü ucuza mı getdi? Bir iş görmədən ölməyin nə mənası var? Sonra fikirləşirəm ki, onlar qorxmadan, mərdcəsinə ölümün üstünə getdilər. Düzdür, yaşayanda bir iş görməsələr də, amma ölümləri ilə qəhrəman oldular. Bizim əlimizdən çoxdan alınmış haqqı bu dünyaya bildirdi onlar. Millətin qəlbinə qəsdən salınmış qorxu iblisini öldürdü onlar. Yəni bu zaman cavanları nəzərdə tutur ki, bu vaxta qədər millətin qəlbində olan qorxu iblisini həmin cavanlar öldürdülər. Dünyaya bəlli olmayan haqqı məhz həmin cavanlar bildirdilər. O gecə dağlardan enən sel təki, qəzəbdən köpürüb daşdı millətim. O şənbə gecəsi ürəyindəki qorxu hasarını açdı millət. Həmin şənbə gecəsi 20 yanvar faciəsini nəzərdə tutur ki, deyir artıq bu vaxta qədər ürəyində qorxu ilə yaşayan millət sanki dağlardan aşan sel kimi qəzəbdən köpürdülər və həmin qorxu hasarını bizim millətimiz açdı. Bu ölüm, bu qırğın dərs olsun bizə. Deməyək boş yerə candan keçdilər. Onlar şəhid olub millətimizə. Cəsarət dərsini təlim keçdilər. Xəyal bir çiçək də bitirə bilməz. Bugündən sabaha körpü salmasa, azadlıq ağacı bar verə bilməz. Şəhidlər qanıyla suvarılmasa. Biz bu hissənin əvvəlində müşahidə elədik ki, müəllif biraz şikayətçi mövqeyindədir. Yəni müəllif biraz inamsızlıq nümayiş edir. Biraz tərəddüddədir. Cavanların ölməsini qəbul edə bilmir. Fikirləşir ki, onlar boşuna ölüblər. Amma sonra
ki misralarda biz artıq müəllifin bu ürəyindəki ə, şübhənin, tərəddüdün aydınlandığını görürük. Yəni artıq irəlidəki misralarda müəllif cavanlara haqq qazandırır və bildirir ki, onlar şəhid olmaqla bizim millətimizə cəsarət təlimini keçdilər. Biz çünki 70 il müddətində SSR-nin tərkibində olmuşuq, onların sözünə oturduruq, hər sözünə qulaq asmışıq, bütün zorbalıqlarını dözmüşük, amma həmin gənclər cəsarət dərsini bizə təlim keçdilər. Bildirir ki, xəyal bir şey bitirə bilməz. Əgər bugündən sabaha körpü salmayacaqsın, azadlıq ağacı bar verə bilməz. Yəni demək istəyir ki, əgər bu torpaq şəhid qanı ilə suvarılmasa, heç vaxt azadlıq, istiqlaliyyət əldə etmək mümkün olmaz. Torpağın, elin, obanın azadlıq əldə etməsi üçün mütləq onun şəhid qanı ilə bəslənməsi lazımdır. Baxıb sinələrdən axan al qana, buludlar kişnədi, göy qan ağladı. O şənbə gecəsi vətən başına, elə vətən boyda qara bağladı. Azadlıq verilmir, alınır dayan. Onun elçisidir ölüm qanqada. Ölümə, cəfaya hazır olmayan millət hazır deyil azadlığa da. Bu hissədə bildirir ki, həmin gecə o qədər ədalətsizlik oldu, o qədər haqq nidası, haqq səsi itdi ki, buludlar belə kişnədi, göy belə qan ağladı. O şənbə gecəsi vətən özünün başına vətən boyda qara bağladı. Yəni bu onların matəmindən xəbər verdi ki, o qədər gənclərimiz, cavanlarımız şəhid oldular ki, vətən başına vətən boyda qara bağlayır. Amma deyir ki, dayan, bu məqamda yenə də düşünmə. Çünki azadlıq insana, vətənə verilmir. Azadlığı almaq lazımdır. Azadlığı almaq üçün də onun elçisi məhz ölümdür. Ölümə, əgər bir millət ölümə, cəfaya hazır deyilsə, deməli azadlığa da hazır olmamalıdır. Yalın əllər ilə tanklar üstünə atılan cavanlar, eşq olsun sizə. Siz təsdiq etdiniz azadlığın da halal olduğunu millətimizə. Burada bildirir ki, cavanlarımız, gənclərimizin bir çoxunda silah olmasa da, onlar yenə də cəsarətləri ilə, əzmləri ilə, iradələri ilə tankların üstünə getdilər. Və deyir ki, yenə hissənin əvvəlində müəllif cavanları mühakimə etməsinə baxmayaraq, burada isə onlara eşq olsun bildirir. Siz təsdiq etdiniz azadlığın da halal olduğunu millətimizə. Yəni biz artıq azadlığı halal şəkildə əldə etdik. Şəhid rütbəsinə qalxan cavanlar, sinəsi hər zülmə qalxan cavanlar, böyük Nəsiminin Ulubabəkin xeyir duasını aldı o gecə. Zamandan irəli sıçrayıb yəqin, tarixdə tarix tək qaldı o gecə. Burada bildirir ki, Nəsiminin, Babəkin xeyir duasını belə alıb şəhidlərimiz, cavanlarımız. Burada bildirir ki, təzədən zamandan irəli sıçrayıb yəqin, tarixdə tarix tək qaldı o gecə. Yəni, Azərbaycan tarixində həmin gənclərimiz, cavanlarımız bir tarix tək qaldılar. İndi isə poemanın ikinci hissəsindən matəm mərasimi hissəsinə baxırıq. Qəzəb şimşəyindən hər baxış nida, hər üzdə, hər gözdə bir sual ağlar. İnsan dənizin dalğalarında üzür asta-asta tabut qayıqlar. Burada isə müəllif bildirir ki, 20 yanvar günü o qədər insan, o qədər gənc, cavan millətimiz şəhid oldu ki, sanki onları yola salmaq üçün, onları dəfn etmək üçün bir insan dənizi, bir ümman yarandı və tabutlar həmin insanların millətimizin çiynində daşınarkən sanki dənizdə bir qayıq üzürmüş. Bunun kimi bir bənzətmə yaradır. Yəni sanki insanların çiynində, insan dənizinin çiynində tabutlar qayıq tək üzürlər.
Xalq dözə bilsəydi zülmün şərinə, yanır gözlərində kinin nifrəti. Alıb tabutları çiyinlərinə, Allaha göstərir bu cinayəti. Qızıl qərənfillər əllərdə min-min, şəhidlər önündə bir an dondular. Fədakar oğullar Rəsulzadənin bayrağı altında dəfn olundular. Daldı bir anlığa sükuta göy yer. Millət ürəyini sükutdan asdı. 18-də ölən köhnə şəhidlər təzə şəhidləri bağrına bastı. Bu hissədə müəllif nə demək istəyir? Deyir, sanki insanlar tabutları çiynində gəzdirərkən Allaha belə bu cinayəti göstərmək istəyirdilər. Qızıl qərənfillər min-min şəhidlərin önündə dondular. Bu gənclər, şəhid olanlar Rəsulzadənin bayrağı altında dəfn olundular. Millət ürəyini sükutdan asdı. Yəni hər kəs sakit dayandı. Sanki göy yer belə sükuta qərq oldu. 18-də ölən köhnə şəhidlər təzə şəhidləri bağrına bastı. Bəs bu hiss. Bilirik ki, 1918-ci il mart soyqırımındakı şəhidlərimizin məhz Pirvənsərə qəbirstanlığına dəfn ediblər. Bu qəbirstanlıq da təxminən Çəbərəkənd kəndinin cənub-şərqində yerləşirdi. Lakin 30-cu illərdə həmin ərazini ümumiyyətlə sökürlər, yəni həmin qəbirstanlığı ümumiyyətlə sökürlər. Yerində isə Sergey Kirov adına park salırlar. Orada bir çox qəbir daşları sökülür, bəzilərinin nəşi başqa bir yerə köçürülür, yəni qalıqları başqa bir əraziyə köçürülür. Həmin ərazidə bir çox tanınmış nümayəndələrimiz də dəfn olunmuşdu. Onlardan Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Ərəblinskidən göstərmək olar ki, bu şəxsiyyətlərin qalıqları sonradan Fəxri Xiyabanda yenidən dəfn olunur. Amma çox təəssüf ki, digər nümayəndələrimizdən Əlirzə Rasizadə, Zivər bəy Əhmədbəyov, Səməd bəy Mehmandarovun qalıqları ümumiyyətlə, yəni məzarları ümumiyyətlə itib tapılmadı. 90-cı ildə, yəni 30-cu illərdə Sergey Kirov adına park salınandan sonra oranı bütöv düzlədilər, bütöv məzarlığı sökdülər və oranı park elədilər. Sonra 90-cı ildə isə yenidən yanvar şəhidlərini həmin ərazidə dəfn etdilər. Yəni orada xalqın etirazından sonra Kirovun heykəli söküldü. 90-cı ildə şəhid olanlar məhz həmin o hissədə Dağüstü parkda dəfn olundular. Buradan bildirmək istəyir ki, 18-də ölən şəhidlər, çünki həmin torpaqdaydılar, düzlənsələr də həmin qalıqları həmin torpaqdaydılar. Onlar 90-cı ildə olan şəhidləri sanki bağrına basdılar. Axı biz nə eləmişdik hissəsinə baxırıq. Şəhidlər xiyabanı, dilə gəlir məzarlar. Axı biz nə eləmişdik? Bu ittiham, bu sual şəhidlərin birləşən hər yasında səslənir. Fərizənin, İlhamın çırağı söndürülmüş komasında səslənir. Axı biz nə eləmişdik? Ağsaqqal babaların, ağbirçək nənələrin duasında səslənir. Axı biz nə eləmişdik? Bu ittiham, bu sual məktəbli Larisanın qara lentə tutulmuş partasında səslənir. Axı biz nə eləmişdik? Günahsız qurbanların baş daşında səslənir. Onların yetim qalan körpə balalarının dünyadan haqq istəyən göz yaşında səslənir. Axı biz nə eləmişdik? Bu ittiham, bu sual bağrına dağ çəkilən qocaman bir millətin dodağında səslənir. Axı biz nə eləmişdik? Cavab verən olmadı. Boğdular bir millətin. Axı biz nə eləmişdik deyən o haqq səsinə. Deməli, bu hissədə nə bildirilir? Sual ünvanlanır. Deyir ki, şəhidlər xiyabanında, çünki biz əvvəl
ki hissədə bildirdi ki, sanki 18-ci ildə olan şəhidlər 90-cı ildə olan şəhidləri bağrına basır və məzarlar belə dilə gəlir, bildirir ki, axı biz nə eləmişdik? Və bu sual bir çox nüanslarda, bir çox məqamlarda yenidən sual olunur və onların cavabı tapmağa çalışır. Və biz həmin sualın cavabını harda tapırıq? Müəllif bildirir ki, həmin sual sanki Fərizənin ilhamın söndürülmüş komasında səslənir. Ağsaqqal babaların, ağbirçək nənələrin duasında səslənir. Məktəblin Larisanın qara lentə tutulmuş partasında səslənir. Günahsız qurbanların baş daşında səslənir. Yetim qalan körpə balaların dünyadan haqq istəyən göz yaşında səslənir. Bağrına dağ çəkilən qocaman bir millətin dodağında səslənir. Bildirir ki, bu şəkildə sual verilsə də, çox təəssüf ki, buna cavab verən olmur. Çadırlar quruldu kənddə, şəhərdə, bəlkə məlhəm idi matəm bu dərdə. Döndü yas evinə bütün məmləkət, kasıb ocaqda da qazan asıldı. Yası matəmi ilə çarəsiz millət elə bil qatildən intiqam aldı. Gücsüzün aldığı intiqama bax, zorun qarşısında sustuq hamımız. 40 gün yas saxlamaq, işə çıxmamaq oldu üsyanımız, intiqamımız. Canlı da, cansız da ağlayır bugün. Matəm içindədir ölkə büsbütün. Qızıl qərənfillə qara bayraqlar xalqın kədərinə birgə qan ağlar. Burada müəllif nəyi bildirir? Bildirir ki, bu millətin dərdinə dava olan nədir? Yəni, nə dərman oldu bu millətin dərdinə? Bütün məmləkət yas evinə döndü. Amma bu millət sanki qatildən, cəlladdan başqa cür intiqam aldı. Hətta kasıb ocaqda belə qazan qaynadı. Bu çarəsiz millət qatildən gör intiqamı necə aldı. Bu gücsüz millətin aldığı intiqama bax. 40 gün işə çıxmadılar, 40 gün yas saxladılar. Bu da bizim xalq olaraq üsyanımızdır. Ölkə bütünlüklə yas içindədir. Qızıl qərənfillə qara bayraq xalqın kədərinə birgə qan ağlayır. Sonra biz keçirik şəhidlər hissəsinə. Qatil gülləsinə qurban gedirkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhidlər. Zalım öyünməsin zülmləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölümü kamına çəkdi şəhidlər. Burada bildirir ki, qatil gülləsinə qurban getsə belə sabaha inam hissi var. Yəni şəhidlərimiz sabaha inam bəslədilər, sabaha ümid elədilər. Onlar bildilər ki, üç rəngli bayraq onların qanı ilə vətən torpağına sancılıb. Zalım zülmündən öyünməsin. Nə qədər min bir böhtanı, şəri olsa da, amma həmin şəhidlər ölümü kamına çəkdi, arzusuna çəkdi. O şənbə gecəsi, o qətil günü mümkünə döndərdi çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb söktü şəhidlər. Tarixi yaşadıb diləyimizdə bir yumruğa döndü o gecə bizdə. Yıxıb köləliyi ürəyimizdə cəsarət mülkünü tikdi şəhidlər. Bu üç nöqtələr ixtisar olunan hissələrdir. Biz çünki dərslikdə olan versiyanı oxuyuruq. Amma burada bir çox hissədə biz ixtisar olduğunu görürük. Burada müəllif bildirir ki, xalqın ürəyindəki qorxu mülkünü şəhidlər həmin gecə söküblər. Tarixi bizim arzumuzda yaşadıblar və biz həmin gecə bir yumruq kimi birləşdik. Şəhidlər ürəyimizdəki o qul, müti, kölə olan xarakterimizi söküb sanki yerinə cəsarət mülkünü tikiblər. Onlar susturulan haqqı dindirər, qaraca torpağı qiymətləndirər, donan vicdanları qeyrətləndirər, axı el qeyrəti çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə. Dünyada mənim də haqqım var deyə. Kütləni xalq edən müqaviləyə qanıyla qolunu çəkdi şəhidlər. İnsan insan olur öz hünəri ilə. Millət millət olur xeyri şəri ilə. Torpağın bağrına cəsədləri ilə azadlıq toxumu əkdi şəhidlər. Burada bildirir ki, e, şəhidlərimiz dünyada haqqı olduğu üçün bu qatillərin vicdanını sorğulayır. Kütləni xalq edən müqaviləni qanı ilə qol çəkir, qanı ilə imzalayır və torpağın bağrına öz cəsədləri ilə sanki azadlıq toxumunu əkirlər. İndi isə keçirik Şəhidlər poemasının qısa təhlilinə. Deməli, biz bilirik ki, əsər poemadır və əsərin vahid süjet xətti yoxdur və necə poemadır? Lirik poemadır. Təkcə də deməli yoxdur. Biz bu poemanı Bəxtiyar Vahabzadənin 90-cı il 20 yanvar faciəsinə həsr elədiyini bilirik. Bu Azərbaycan ədəbiyyatının milli azadlıq, milli mücadilə, müstəqillik motivinin kamil işləndiyi nümunələrdən biri olduğunu bilirik. Əsər 20 yanvar şəhidlərinə həsr olunmasına baxmayaraq, həmçinin sanki Azərbaycanın 70 il əsarətdə olarkən içində boğulan o azadlıq səsini hayqırmışdı. Və biz yenə də müəllifin gələcəyə inamlı nikbi mücadiləsini də görürük. Müəllif yenə də gələcəyə ümid edir. Yenə də Azərbaycanın müstəqil gələcəyinə inanır. Və biz bunu Qətər mənim qüdrətim Azərbaycan şeirində də görürük, həmçinin Türkün nəğməsi şeirində də görürük. Əsərdə şəhidlərin qəhrəmanlığından danışılsa da, günahsız yerə qətlə yetirilməsindən də danışılır. Və bildirilir ki, həmin şəhidlər o kəslərdir ki, onlar ana torpağın bağrına azadlıq toxumu səpiblər. Torpaq şəhid qanı ilə suvarılmasa, deməli müstəqillik, azadlıq qazanıla bilməz. Və bundan sonra da biz başa düşürük ki, şəhidlərin qəhrəmanlığının tərənnümü verilməklə yanaşı onların faciəli vəziyyəti, faciəli durumları da sırf mühakimələr şəklində verilmişdir. Müəllifin mühakimələri şəklində verilmişdir. Bu da təbii ki, əsərin məzmununu gücləndirir, oxucu üçün yeni bir pəncərə açır sanki. Biz poemada həmçinin eptet, bənzətmə, təzad, təkrir, metafor kimi nümunələr görürük və bu nümunələr də məhz əsərin bədii gücünü daha da artırır. Sonra biz burada ayrı-ayrı hissələrdə müəllifin suallarını müşahidə edirik. Müəllifin fikirlərini müşahidə edirik. Hətta müəllif orada bildirir ki, küçələrdə olan qanı təmizləmək olar. Amma vicdana düşən ləkəni heç vaxt təmizləmək mümkün deyil. Rusların vəhşiliyini bu şəkildə göstərir ki, hətta insanlar qan verməyə xəstəxanaya getsələr də, onlar gülləbarana məruz qalırlar. Yaxud da xəstəxananın qarşısında insanlar dağıdılır oradan. Hətta işıqlar belə söndürülür. Həkimlər şam işığında xəstələri əməliyyat eləməyə çalışırlar. Yenə başqa bir barbarlıq nümunəsi olaraq göstərilir ki, biz bunu şəhidlərin dəfn olması səhnəsində də görürük ki, yəni 18-də olan şəhidlər 90-da olan şəhidlər necə qarşılayırlar. Bu ayrı bir faciədir. Yəni şəhid qalıqları üzərində dəfn olunur.
poemada bildirir ki, deyir 18-də ölən köhnə şəhidlər təzə şəhidləri bağrına bastı. Axı biz nə eləmişik hissəsində müəllifin ayrı sual-cavabını görürük, ayrı suallarını görürük. O bildirir ki, şəhid, yenə bu sual harda səslənir? Bu sual şəhid məzarlarında səslənir, boş qalan evlərdə səslənir, şagirdlərin boş qalan partalarında səslənir, öz yaxınlarını, doğmalarını itirmiş insanların dilində səslənir. Hər kəs bu sual verir, amma heç kəs bu suala dəqiq, doğru cavab tapa bilmir. Müəllif yenə bildirir ki, şəhidlər azadlığın simvoludur. Əgər şəhidlər olmasaydı, vətən azadlıq və müstəqillik qazana bilməzdi. Biz əsərdə müəllifin mühakimələrinin nəticəsində əsərin bədii xüsusiyyətlərinin daha çox artdığını gördük, bunu qeyd elədik. Müəllif bir növ şikayətçi, sonra isə mühakiməçi mövqeyində olur əsərdə. Bildirir ki, azadlıq verilmir, vətənin igid övladlarının qanı bahasına alınır. Bunu axı biz nə eləmişik hissəsində müəllifin suallarını açıq-aşkar müşahidə edirik. Amma bu zülm içərisindən boğulan millətin yeganə çıxış yolu, yeganə intiqamı nədir? 40 gün yas saxlamaq. Kasıb qazanlarında belə yemək bişmək, bu sanki millətin bir qisasıdır. Amma xalqın azadlıq uğrunda öz övladlarını şəhid verməsi bizə millət olaraq qürur verici bir məqam kimi göstərilir. Sonra nə deyə bilərik? Əsərdə Nəsibinin, Babəkin adı çəkilir. Bildirilir ki, onlar sanki 20 yanvar günü şəhidlər onlardan xeyir dua almışdılar. Müəllif orada insan kütləsini bir dənizə bənzədir, bir ümana bənzədir. Bildirir ki, insanlar sanki bir dəniz, tabutlar isə qayıqdır. Amma şəhidlər heç bir qorxu bilmədən ölümün üstünə gediblər və bizim əlimizdən 70 il alınan həmin o haqqı beynəlxalq səviyyədə bildirdilər və bütün dünya bildirib həmin azadlığı geri aldılar. Həmin şəhidlər, fədakar oğullar Rəsulzadənin bayrağı altına dəfn olundular. Sonra nə deyə bilərik? Əsərdə gördüyümüz kimi milli azadlıq mübarizlərinin ümumiləşmiş parlaq bədii obrazları yaradılıb. Əsər yenə qeyd edirəm, nikbin ruhdadır. 90-cı il şəhidlərinə həsr olunmuşdur. Gələcək inam motividir. Bildirilir ki, xalqın igid oğullarının qaldırdığı üç rəngli bayrağı xalqın mübarizə